Ulu Öndər özü demişdi ki, Türkiyə ilə Azərbaycan bir millətin iki dövlətidir. Necə olur? Bu millətin içərisində biri Türkiyə adlanır, biri Azərbaycanlı adlanır. Azərbaycanlı adında axı millət yoxdur. Bizim bir qismin dədəsi babası Türk olub, biri Talışdır, biri Kürtdür, biri... Gəlin bu xalqın adını özünə qaytaraq. Bu konstitusiyada yazılıb. Amma bu konstitusiyanın qəbul olunur. Keçən dəfə burada bizim yoldaş mənə irad tutaraq dedi ki, o vaxt gərək səsinizi çıxarardın deyəmir. Amma o nəzərə almır ki, o zaman dövlətin təlatümlü bir vaxtı idi, konstitusiya qəbul olundu 95-ci ildə. O sözləri demək, mən özüm də deməmişəm. Çünki dövlət tufan içərisində düşmüş bir gəmi vəziyyətində idi. Deyil, fikirləşir, necə olur olsun, bu tufandan qurtarmaq lazımdır. Və tək bu deyil, yenə də biz dəfələrlə göstərim. Bu sözü mən dedim, məgər bu sözü iqtidara deməklə bunu dəyişdirməyin vəzifəsi olduğunu çatdırmaq pisdirmi? Biz deyirik ki, iqtidar, belə bir nöqsan var konstitusiyada, gəl bunu dəyişdirək. Bu xalqın adı qayıtsın özünə. Və yaxud da gerbimizdə ərəb hərfləri ilə Allah sözü yazılıb və konstitusiyada yenə də yazılır, yenə də göstərilibdir ki, din dövlətdən ayrıdır. Dövlətin dindən ayrıldığı bir yerdə gerbin üstündə Allah sözü yazıla bilməz və bu çox təəssüf ki, bu söz ora sonradan əlavə olunubdur. Bu gerb demokratik cümhuriyyətin gerbidir və o qəbul olunanda onun üstündə Allah sözü yazılmayıbdır. Bax, bütün bunların hamısını aradan qaldırmaq lazımdır. Bizim konstitusiyamızın özündə bayaq dediyim məsələ ətrafında yenə də əlavə müzakirə atmaq istəmirəm. Konstitusiyanın özündə göstərilib ki, hər bir xalqın öz adını deməyə haqqı var. Hər bir xalq öz adı ilə adlanmağa haqqı var. Və bu eybin içərisində bizdə olan kiçik həcmli xalqlar da bu böyük, nisbətən böyük olan bu ölkənin əhalisinin bir təxminən 93-95% türkdür. Onu deyirlər, bəlkə onların adını biz dəyişdirmişik. Onların adını biz öz adı ilə adlanmağa qoymuruq. Axı bunu bir an öncə dəyişmək olar. Konstitusiyada ən ciddi nöqsanlarından biri odur ki, ölkənin baş naziri parlamentdə təyin olunmur. Son dərəcə ciddi nöqsandır bu. Dünyanın heç yerində İngiltərə kimi 1000 illik parlament tarixi olan bir ölkədə kral qarşısında baş nazir otura bilməz, arxasını çevirib ona çıxa bilməz. Amma onu parlament təyin edir. Parlamentin təyin eləmədiyi baş nazir ölkəyə necə baş nazirlik eləyə bilər? Keçən dəfə parlamentin quruluşunda, strukturunda olan nöqsanlardan danışdıq. Eyni nöqsanlar məhkəmə sistemində də var. Gəlin bunların hamısını, burada bizə vaxt verilən vaxt çox azdır. Necə deyərlər, bir yumurta bişirmək, bir keçi sağmaq olmaz. Bu nöqsanların hamısını demək mümkün deyil. Amma bir geniş auditoriya olsa da bunların hamısını açıb deyərdik xalqa ki, gəlin bu işləri düzəldək. Bu konstitusiyamızı heç olmasa normal bir sivil dünya formasına, sivil dünya konstitusiyaları sisteminə gətirək. Ondan sonra dövlətimizin içərisində olan nöqsanlardan danışarıq. Nə bilim, kəslər də geçsin, iqtisadiyyat da düzəlsin, qocalara da baxılsın ki, gəlin əvvəl bunun himini düz qoyaq, bunun kökünü düz qoyaq. Bunun kökünü düz qoysa, orada işlərin hamısı qaydasına düşər və hər şeydə gəlib yerinə düşər. Prezidentliyə namizəd İlyas İsmailova ayrılan efir vaxtı başa çatıb. Sırada isə prezidentliyə namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülmüş Hafiz Hacıyev səlahiyyətli nümayəndəsi Fazil Yusubovdur. Buyurun. Təşəkkür edirəm. Axşamınız xeyir, əziz səsizlər. Bildiyiniz kimi ölkədə minimum əmək haqqı sentyabrın 1-dən 105 manat oldu. Buna qədər əmək haqqının minimal məbləği 93.5 manat təşkil edib. Minimum əmək haqqı qanunvericilikdə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Bu o deməkdir ki, ölkədə bütün işə götürənlər öz işçilərinə ən azı 105 manat məvacib verməlidir. Minimum əmək haqqının həddinə görə Azərbaycan keçmiş SSR ölkələr arasında 8-ci yerdədir. Son artıma qədər Azərbaycan yeganə ölkə idi ki, 2013-cü ildə minimum əmək haqqı artırılmamışdır. Bir vaxtlar minimum maaşların artımı ümumilikdə ölkə üzrə əmək haqqlarının artımı şərtləndirirdi. Bugün maaşın minimum əmək haqqından asılılığı aradan qaldırılıb.
Hətta vergi məcəlləsinə edilmiş son dəyişiklik nəticəsində vergidən azad olunan məbləğ minimum əmək haqqı ilə yox, yaşayış minimumu əsasında müəyyənləşdirməyə başlanıb. Fikrimizcə, Azərbaycanda insanların minimum əmək haqqından yararlanma imkanları çox məhduddur. Minimum əmək haqqlarının artırımından yeganə olaraq minimal məvacib alanlar faydalanır. Yerdə qalanlar, xüsusən də işə götürənlər üçün bu artım baş ağrısına çevirir. Təsəvvür edin, minimum əmək haqqının artımı avtomatik olaraq sosial sığorta ödənişlərinin həcmini artırır. İşə götürənləri ilə əlavə xərcə salır. Bizim fikrimizdə Azərbaycanda bugün minimum əmək haqqı yanaşma dəyişməlidir. İlk növbədə vahid minimum əmək haqqı məbləğində imtina edilməli. Əksər ölkələrdə olduğu kimi əməyin ödənişin minimal məbləğinin sayəvi sisteminə keçirilməlidir. Bu o deməkdir ki, ayrı-ayrı sektorlar üzrə minimum əmək haqqı məbləği fərqli olmalıdır. Səhiyyə sektorunda işləyənlərə, neft sənayesində çalışanların minimum əmək haqqı fərqlənməlidir. Daha sonra minimum əmək haqqının aylıq yox, dünyada tətbiq edilən saatlıq müəyyənləşdirilməsi sisteminə keçməlidir. Sonda minimum əmək haqqının məbləği əhəmiyyətli dərəcədə artırılmalıdır. Azərbaycanın da qoşulduğu Avropa Sosial Xartiyasına görə minimum əmək haqqı orta aylıq haqqının 60%-ni təşkil etməlidir. Nəzərə alsaq ki, hazırda orta maaş təxminən 400 manat təşkil edir, bu halda minimum məvacib 240 manat olmalıdır. Saxlayıram. 3 dəqiqə 14 saniyə vaxtınız qalıb. Sırada isə prezidentliyə namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülmüş Fərəc Quliyevin səlahiyyətli nümayəndəsi Həbib Ələkbərovdur. Buyurun. Milli Dirçəliş Hərəkatı Partiyası sədrinin ideoloji məsələlər üzrə sədr müavini Həbib Ələkbərsoy. Dəyərli masa iştirakçıları, əziz xalqım, böyük millətim. Prezidentliyə namizəd Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, istiqlalçı deputat millət vəkili Fərəc Quliyev adına namizəd salamlayır. Axşamınız xeyir olsun deyirəm. İlk əvvəl onu qeyd edeyim kimi, prezidentliyə namizəd Fərəc Quliyev bütün ictimai siyasi fəaliyyətində milli dəyərləri, millətçilik və mənəvi dəyərləri ana xatt kimi qəbul edən bir siyasi liderdir. Fərəc Quliyev ən böyük kütlələr qarşısında bildirmişdir ki, əsas olan kimin yox, bir ideologiyanın, bir zehniyyətin iş başına gəlməsidir. O vaxt bu prinsipləri qəbul etməyən opponentlərimiz bu gün həmin ifadələri təkrar edirlər. Əslində bu da bizim elə öz növbəsində başladığımız yolun bir siyasətin, deməli, həmin adamların, həmin siyasətçilərin bir-bir bizim yola qatılması anlamına gəlir, çıxır dolayısıyla. Fərəc Quliyev bu gün prezidentliyə namizəd kimi seçicilərə təqdim etdiyi hakimiyyət platformasının hər bir bəndi bu günə qədər onun istər partiya sədri kimi, istər millət vəkili kimi, istər də vətəndaş kimi təklif və tələb etdiyi məsələlərdir. O həmişə bildirib ki, əsas olan bu prinsiplərin həyata keçməsidir, onun kimin həyata keçirməsi deyil. Mən indi sizə vaxtın qısa olmasını nəzərə alaraq platformanı əhatəli şəkildə ifadə edə bilməsəm də, platformamızda bir neçə çıxarışları qeyd etmişəm ki, sizin diqqətinizə çatdırım. Nəzərinizə çatdırım ki, platformamızda iddia olunan məsələlərin hər birini deməli, real hal yolları ayrı-ayrılıqda göstərilmişdir. Əsas sosial və müzakirəyə səbəb olmuş təklifləri qeyd etmək istəyirəm. Bugün ölkədə əhaliyə verilən kredit faiz dərəcəsi elə bir dünyada ən yüksək yerlərdən birini tutur. Çoxları bunu tənqid edir, lakin həll yolunu göstərmirlər, demirlər. Fərəc Quliyevin platformasında isə kredit faizlərinin kəskin şəkildə aşağı salınması yolları göstərilmişdir. Belə ki, Azərbaycan Neft Fondunun vəsaitlərinin böyük bir qismi xarici ölkələrdə illik maksimum 3% ilə idarə olunur. Bizim platformaya görə həmin vəsaitlər ölkəyə gətirilərsə və elə həmin faizlə də gənclərə istisnasız biznes kreditlər kimi verilərsə, bu problem köklü şəkildə həll olar. Təşkili kreditlərin belə deyək, faizlərin aşağı salınması ölkədə iqtisadi straysə səbəb olar. Platformada həmin pulların rayonlarda və şəhər ətrafı qəsəbələrdə yaşayan gənclərə torpaq sahəsi almaq və ev tikmək üçün kredit kimi verilməsi də nəzərdə tutulur. Bu da özlüyündə əhaliyə sosial dəstək olmaqla bərabər demoqrafi
demografik böhranı da aradan qaldırmış olacaq. Platformanın idarəçiliklə bağlı bir məqamını diqqətinizə çatdırım. İcra hakimiyyəti orqanlarının səlahiyyətlərinin bir hissəsi bələdiyyələrə veriləcək. Bələdiyyələr dövlət büdcəsindən, deməli bələdiyyələrə ayırmalar ki, dövlət büdcəsindən ayırmalar bir neçə dəfə artırılacaq və bələdiyyənin torpaqlarından istifadə proqramları həyata keçiriləcək. Bələdiyyə torpaqlarından səmərəli istifadə mühüm şərtdir. Çünki bu halda bələdiyyələrə ayrılmış vəsait özlüyündə investisiya xarakteri daşımış olur ki, nəticədə sərf olunan vəsait gəlir gətirir, yerli əhali üçün iş yerləri açılır, böyük məbləğdə ithal məhsulları öz istehsalımız hesabına azaldılır. Bu isə dövlətin iqtisadi inkişafında ciddi bir addımdır. Təhsillə bağlı konsepsiyamız isə təhsil siyasətini kökündən dəyişməyi nəzərdə tutur. Bu gün universitetə qəbul çox çətin, onu bitirmək isə çox asandır. Bu sistem tamamilə dəyişiləcək. Müəllimlərin əmək haqqı ölkədə ən yüksək pillələrdən birini tutacaq. Milli Elmlər Akademiyasından kənarda olan alimlərin maddi təminatı yüksəldiləcək, hansı ki, hazırki hakimiyyət alimlərə dövlət qayğısında bunu nəzərə almır. Bundan əlavə, dövlət universitetlərində nəşli təhsil 0% salınacaq. Yataqxanaların bərpası isə dərhal həyata keçiriləcək. Çünki yaşadığı yerdən kənarda təhsil alan tələbələrin çoxunun valideyni kirayə ev tutmağı, ya maddi cəhətdən çətinlik çəkirlər kirayə ev tutmağı. Bizim hakimiyyət Qarabağla bağlı hazırsa hakimiyyətin yürütdüyü siyasəti də kökündən dəyişəcək. Biz münaqişənin həllində Avropa Birliyinin roluna üstünlük verilməsini daha əhəmiyyətli hesab edirik. ATƏD-in Minsk qrupu informativ yardımcı rolda olması şərti ilə Avropa Birliyinin əsas rolda olması imkanları araşdırılacaq və münaqişənin həlli üçün aktiv siyasi dialoq prosesinə cəlb olunacaq. Bundan əlavə, hökumət Birləşmiş Millətlər Təşkilatına öz tərəfindən qəbul etdiyi 820, 853, 874, 884 sayılı qətnamələrin icrası məsələsi ilə bağlı müraciət edəcək və Azərbaycan BMT Təhlükəsizlik Şurasındakı qeyri-müdavi üzvlüyün səlahiyyətlərindən yetərincə yararlanacaq. Xarici siyasətdə hazırki müttəfiqlərlə münasibətlərimizi olduğundan daha da qabağa aparacağıq. Lakin bununla bərabər bloklaşma istiqamətində yönü türk dünyasına yönəltmək əsas prinsipimizdir. Platformamızda türk ölkələri arasında əsas iqtisadi, siyasi, hərbi sahələr əhatə edən bir birliyin yaranması nəzərdə tutulur. Deməli, bu istiqamətdə digər türk dövlətləri ilə çox şaxəli danışıqlara başlanılacaq. Həmin birlik çərçivəsində türk dövlətləri arasında viza rejimi tamamilə aradan qaldırmaq, vahid pul əsaslarının yaranması, vahid ordu birləşməsinin qurulmasına nail olmaq, türk ölkələri parlament assambleyasına məsləhətçi qurumdan qərar qəbul edici quruma çevrilməsi və bütün türk dövlətlərinin bu assambleyaya qatılması üçün layihələr hazırlamaq və s. kimi məsələlər var proqramımızda. Təbii ki, diqqətinizə çatdırım ki, bizə ayrılmış bu vaxtda platformanı çatdırmaq mümkün deyil. Ona görə də bu cür çıxışlarla biz Fərəc Quliyevə hakimiyyət platformasının əsas istiqamətlərini hissə-hissə sizə çatdıracaq. Sonda seçicilərə pafoslu sözləri yox, kimin nə təqdim etməsini diqqət etməyə çağırıram. Gecəniz xeyrə qalsın deyirəm. Prezidentliyə namizəd Fərəc Quliyevə ayrılan efir vaxtı başa çatır. Sırada isə prezidentliyə namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülmüş Sərdar Məmmədovun səlahiyyətli nümayəndəsi Vaqif Şirinovdur. Buyurun Vaqif bəy. Dəyərli seçicilər, axşamınız xeyir. Mən prezidentliyə namizəd Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu'nun salamlarını sizə yetirirəm. Və sizlərə axşamınız xeyir, sabahlarınız nurla dolu olsun deyirəm. Hər bir keçən gün sizləri 9 oktyabr Azərbaycan Respublikasında ən mühüm hadisənin baş verəcəyi, yəni prezidentin seçiləcəyi günə yaxınlaşdırır. Və bugün sizin hər birinizin düzgün seçim etməyinizə inanıram. Sərdar Cəlaloğlu haqqında bəzi məlumatları bizim yoldaşlar indiyə qədər veriblər və mən də istəyərdim ki, ona bir bəzi hissələri sizə çatdırım. Sərdar Cəlaloğlu bildiyiniz kimi 1954-cü ildə anadan olub. Azərbaycan Tibb Universitetində ali tibbi təhsil alıb. Azərbaycan Xalq Hərəkatı rəhbərlərindən biri, hal-hazırda Azərbaycan Demokrat Partiyasının sədridir. Siyasi baxışlarına görə dəfələrlə həbs olunub və işgəncələrə məruz qalıb.
Azərbaycanda xalq təbabətinin tibbi etnoqrafik tədqiqatına həsr olmuş Türkçə kitabının, Azadlığı Məhkumluq adlı elmi siyasi publistik məqalələr toplusunun, Mahiyyət adlı fəlsəfi traktatın, Adamlar və İnsanlar adlı aforizmlər toplusunun eseri məkanında son 20 ildə gedən ictimai-siyasi hadisələrin elmi, siyasi və fəlsəfi təhlilinə həsr olunmuş Totalitarizmin Metamorfoziyası adlı kitabının və dövrü mətbuata çap edilmiş yüzlərlə elmi kütləvi və publistik məqalələrin, o cümlədən bir neçə elmi nəzəriyyənin müəllifidir. Ailəlidir, 4 övladı var, 7 nəvəsi var. Hər bir namizədin platforması aydındır ki var və həmin platformadan bizim namizədlər cüt günləri sizinlə canlı yayımda sizlərə bildirirlər. Bugün də mən həmin Sərdar bəyin platformasından bəzi hissələri sizin nəzərinizdə çatdırmaq istəyirəm. Azərbaycanda əgər Sərdar Cəlaloğlu prezident seçiləcəksə, sizin deyək istəyinizlə Azərbaycanda doğulan hər bir uşağa 1000 manat bir dəfəlik, 18 yaşına çatana dək isə hər ay minimum əmək haqqı miqdarında müavinət veriləcək. Axırıncı övladı 18 yaşına çatana dək hər bir evdar qadın üçün uşaqların böyütdüyü dövr əmək stajı kimi hesablanacaq. Evsiz hər bir ailəyə dövlət evləri veriləcək. Belə evlər olmayan yerlərdə həmin ailələrin kirayə haqqı dövlət hesabına ödəniləcək. Ailə qurmaq istəyən gənclərə faizsiz, uzun müddətli evlənmə krediti, adını belə qoyaq, evlənmə krediti veriləcək. Və bugün bizim gənclərin, ailə qurmaq istəyən gənclərin maddi cəhətdən nə qədər əziyyət çəkdiyi hamımıza aydındır. İşini itirmiş hər bir vətəndaşa 3 il axırıncı iş yerindən aldığı əmək haqqının 60%, işsizlik statusu almış vətəndaşlara isə minimum əmək haqqı həcmində yeni iş tapana da hər ay yardım ediləcəkdir. Dövlət sektorunda çalışanların, xüsusilə də təhsil və səhiyyə işçilərinin əmək haqqları real əmək haqqı sistemlərinə keçiriləcək. Bununla da orta əmək haqqının miqdarı 1000-1500 manat miqdarında müəyyən ediləcək. Sosial borclarını ödəmək imkanı olmayan ailələr borclardan azad ediləcək, banklara kredit borcu ödəmə qabiliyyətini itirmiş vətəndaşların kredit faizləri ləğv olunacaq. İnflyasiya ilə bağlı cari indeksasiya siyasəti həyata keçiriləcək. Bugün qiymətlərin, əmək haqqlarının artımı ilə qiymətlərin artımı arasında olan disbalansın aradan qaldırılması üçün indeksasiya siyasəti mütləq lazımdır. Az təminatlı ailələrin uşaqlarının pulu təhsili dövlət hesabına ödəniləcək. Orta təhsil müəssisələri bütün dərs ləvazimatları ilə ibtidai siniflər, paltar və yeməklə dövlət hesabına təmin olunacaq. Xaricdə təhsil almaq istəyən az təminatlı ailələrin uşaqlarına uzun müddətli faizsiz kreditlər veriləcək. Səhiyyə sayəsində isə dövlət səhiyyə sektoruna büdcədən ayrılan vəsait təxminən 10-15 dəfə artırılacaq. Səhiyyədə sığorta sisteminin tətbiqi həyata keçiriləcək, tibbi müayinə, müalicə və dərman təminatı tam olaraq sığorta şirkətləri tərəfindən ödəniləcək. Dispanser uçotunda olan xəstələr, müalicəsi baha başa gələn ağır xəstəlikləri olan vətəndaşlar tam dövlət hesabına tibbi yardımla təmin ediləcək. Mən saxlayıram. Sizin 56 saniyə vaxtınız qaldı. Sırada isə prezidentliyə namizədliyi Azərbaycan Sosial-Demokrat Partiyası tərəfindən irəli sürülmüş Araz Əlizadənin vəkili Günel Babayevadır. Buyurun Günel xanım. Əziz analar və atalar, mehriban bacı və qardaşlar, mən Azərbaycan Sosial-Demokrat Partiyasından Azərbaycan Respublikasının prezidentliyinə namizəd Araz Əlizadənin vəkiliyəm. 26 yaşım var və bugün sizə Araz Əlizadənin prezident seçiləcəyi halda nə etmək fikrində olduğunu çatdıracağım. Hələlik bu qədər. 5 dəqiqə 41 saniyə. Sırada isə prezidentliyə namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Həsənquliyevin vəkili Dünyamalı İmam Əliyevdir. Buyurun Dünyamalı bəy. Əziz həmvətənlər, hörmətli seçicilər, hörmətli debat iştirakçıları, axşamınız xeyir. İcazə verin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili, Azərbaycan Respublikası prezidentliyinə namizəd Qüdrət Həsənquliyevin adından hər birinizi salamlayım. Bildiyiniz kimi, bugün Yasamal rayonu İdman Salonu kompleksinin stadionunda Azərbaycan Respublikası prezidentliyinə namizəd Qüdrət Həsənquliyevin seçkilərlə möhtəşəm çoxminilli miting görüşü oldu.
Bəri başdan bu soyuq payız günündə bu stadiona gələn, bizim platformamızı dinləyən, fikirlərimizi bölüşən bütün o bizim mitinqə təşrif buyuran insanlara öz təşəkkürümüzü bildiririk, onlara minnətdarlığımızı bildiririk. Bu möhtəşəm mitinq barədə təəssüratlarımı əgər vaxt imkan verərsə, sizinlə sonra bölüşərəm. İndi isə namizədimiz Qüdrət Müzəffəroğlu Həsənquliyevin seçki platformasının bəzi müddəalarının üzərində dayanmaq istəyirəm. Bildiyiniz kimi Bütöv Azərbaycan Xalq Cəbhəsinin sədri Qüdrət Həsənquliyev bundan əvvəlki prezident seçkiləri marafonlarına da qoşulub və cəmiyyətə özünün platformasını və siyasi tezislərini çatdırmışdı. Və 2008-ci Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası konstitusiya dəyişikliklər barədə qanun layihəsi hazırlayıb Milli Məclisə və xalqın müzakirəsinə təqdim etdi. Düzdür, bu layihədən bir xeyli siyasi qüvvələr də yararlandı. Bəzi siyasi qüvvələr isə bunu demokratiyaya keçirin yol xəritəsi adı ilə cəmiyyətə təqdim eləmək istədi. Amma bu bütün nəzəriyyələr, bütün bu islahat paketi məhz Qüdrət Həsənquliyev tərəfindən cəmiyyətə ünvanlanmışdı. Hal-hazırda bizim şüarlarımız, hədəfimiz Parlamentdə 4-cü Respublika, Qarabağın xilası müharibədən keçir deyirik. Parlamentdə 4-cü Respublika nə deməkdir? Bildiyimiz kimi hazırki Azərbaycan dövləti, yəni Azərbaycan Respublikası özünü 1918-ci ildə qurulmuş Azərbaycan Demokratik Respublikasının siyasi varisi hesab edir. Azərbaycan Demokratik Respublikası şərqdə ilk parlamentli respublika olmuşdur. Əgər siz Qüdrət Həsənquliyevə səs verərsinizsə, o Azərbaycan prezidenti olarsa, dövlət quruculuğunda müəyyən sadalayacağım siyasi islahatları keçirməyə qarşısına hədəf qoyub və sizə söz verir. Bizim məqsədimiz nədən ibarətdir? İlkin olaraq dövlətimizin adı dəyişdirilməlidir. Yəni dövlətimiz Şimali Azərbaycan Respublikası adlandırılmalıdır. Bununla biz yəni 50 milyon Azəri türkünün iki imperiya arasında bölünməyimiz dünya birliyinin, ictimaiyyətin diqqət mərkəzinə çatdıra bilərik. Hazırki prezident İlham Əliyev də mən 50 milyonluq Azərbaycanın prezidentiyəm söyləməklə bu fikrin əsasını qoyub. Əgər Qüdrət Həsənquliyevə səs verərsinizsə, prezident seçkilərindən sonra bir il ərzində konstitusiya islahatları aparılmasını sizə söz verir. Buna Milli Məclisin səlahiyyətlərinin artırılması, proporsional seçki sisteminin tam bərpası, millət vəkilləri sayının 150-yə çatdırılması, 10 nəfər millət vəkilinin fraksiya yaratma hüququnun tanınması, mövcud müxalif üzvlərinin parlament sədrinin müavini, komissiyaların sədrləri, müavinləri səviyyəsinin təmsil olunması, hökumətin parlament seçkilərində qalib gələn siyasi partiya tərəfindən təşkil olunmasını həyata keçirməyə söz veririk. Korrupsiyaya qarşı mübarizədə komissiyasının tamamilə bir tərəf şəxslərdən seçilməsi, rəqabət mühitinin yaradılması nəzərdə tutulur. Əziz həmvətənlər, bizim Qarabağ məsələsinə aid geniş proqramımız var. Bizi müharibə partiyası adlandırırlar. O bizi müharibə partiyası adlandırsınlar. Bəli, biz torpaqlarımızın azad olunmasın, danışıqlar sülh yolu ilə yox. Artıq bu danışıqlar 20 ildir xalqa heç bir nəticə vermir, heç bir nəticəsi göstərmir. Ona görə biz onun hər bir yolu ilə azad olunmağının tərəfdarıyıq. Bəli, biz görürük ki, ATƏT-in həmsədrləri olan dövlətlər ikiyüzlü, iki tərəfli münasibətlər əsasında və bəlkə bəzi də ölkə daxilində müəyyən siyasi qüvvələrə arxalanaraq Azərbaycan hakimiyyətinin daima məsələnin siyasi yolla həll olunmasına sövq eləyirlər. Çıxışımı dayandırıram, qalanın sonra əlavə ediləcəm. 1 dəqiqə 51 saniyə vaxtınız qaldı. Sırada isə prezidentliyə namizədliyi Demokratik Qüvvələrin Milli Şurası təşəbbüs qrupu tərəfindən irəli sürülmüş Cəmil Həsənlinin vəkili Əbülfəz Qurbanlı. Buyurun. Əziz həmvətənlər, hər birinizi Demokratik Qüvvələrin Milli Şurasının namizədi Cəmil Həsənlinin adından salamlayıram. İlk növbədə sizi sabah saat 4-də İnşaatçılar metrosunun yaxınlığında Məhsul stadionunda Cəmil Həsənlinin seçicilərlə keçiriləcək görüş mitinqinə dəvət edirəm. Sabahki mitinqə Azərbaycan əhalisinin hər bir təbəqəsini, gəncləri, yaşlıları, orta nəsil nümayəndələrini, təhsil işçilərini, səhiyyə işçilərini dəvət edirik. Azərbaycan vətəndaşlarını dəvət edirik. Azərbaycanda öz iş yerlərini itirməmək, büdcədən aldığı maaşı itirməmək qorxusu ilə İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasına zorən üzv edilmiş şəxsləri sabahki mitinqə dəvət edirik. Vaxtımı saxlayın. 5 dəqiqə 12 saniyə vaxtınız qaldı. Hörmətli dinləyicilər, İctimai Radionun canlı efirində qeydə alınmış prezidentliyə namizədlərə təşviqat üçün ödənişsiz əsaslarla ayrılmış dəyərli masadan müzakirələri davam etdiririk. Bildiyimiz kimi sentyabrın 16-sında Mərkəzi Seçki Komissiyasında prezidentliyə namizədlərə
təşkilat üçün ödənişli əsaslarla püşkü atılmış və 10 namizəd arasında vaxtlar bölünmüş. Bugünkü dəyirmi masaya da qatılan prezidentliyə namizədlər üçün namizədlərin hər birinə 6 dəqiqə vaxt ayrılıbdır. Artıq mən monitorlara diqqət yetirirəm. Prezidentliyə namizədlərin bir neçə prezidentliyə namizəd üçün artıq ayrılmış, vaxt başa çatmış, bir qismi isə öz vaxtından istifadə etmişdir. Həmin püşkün nəticələrinə əsasən sözü indi isə qeydə alınmış prezidentliyə namizəd Zahid Oğuzun səlahiyyətli nümayəndəsi Elşad Mürbəşiroğlu'na veririk. Buyurun Elşad bəy. Öncə bir məsələyə münasibət bildirmək məcburiyyətindəyəm. Bildiyimiz kimi Azərbaycan prezidentli respublikadır və burada baş nazir təyinatı prezidentli respublikanın xarakterinə uyğun şəkildə həyata keçirilir və şəxsi istək əsas götürülmür. O ki qaldı, bir də səsləndirildi. Yeni Azərbaycan Partiyasına məcburən üzv olmaq məsələsinə də münasibət bildirirəm. Mən hələ bir kəsə rast gəlməmişəm ki, o desin ki, mən hansısa səbəbdən, hansısa təzyiq altında Yeni Azərbaycan Partiyasına üzv olmuşam. Azərbaycan kifayət qədər demokratik bir ölkədir. Elə bu son zamanlar keçirilən debatlar onun əyani sübutudur. Artıq bütün beynəlxalq ictimaiyyət Azərbaycanda belə demokratik dəyərlərə həssaslıqla yanaşılmasını təqdir edir. Bütün bunlar ola-ola çox təəssüf ki, yenə də əsassız iddialar irəli sürülməkdədir. İndi isə bizim platforma haqqında qısaca məlumat vermək istəyirəm. Azərbaycan iqtisadiyyatını özünün formalaşdırdığı milli modeli əsasında inkişaf etdirməkdədir və bu model kifayət qədər unikal bir modeldir. Bu o modeldir ki, Azərbaycan bu günləri SNG ölkələri arasında yeganə dövlətdir ki, Beynəlxalq Valyuta Fonduna borcunu tam ödəmişdir. Bu model o modeldir ki, Azərbaycan ərazilərimizi işğal altında saxlayan Ermənistanı bütün sahələrdə demək olar ki, o səviyyədə geridə qoymuşdur ki, Ermənistanın zərrə qədər də çatmaq şansı yoxdur və Ermənistan çox güman ki, yaxın gələcəkdə Azərbaycanın qarşısında kapitulyasiya olmaq məcburiyyətində qalacaqdır. Biz platformamızda bu modelin daha da təkmilləşdirilməsini istəyirik. Platformamızda bu modelə qloballaşan dünyanın yeni elementlərinin daxil olunmasını istəyirik. Ümumi şəkildə qeyd edim ki, platformamızda yer alan bir sıra məqamlar vardır ki, təbii ki, onlar bu günləri həyata keçirilməkdədir. Yəni, o bizim istəklərimizə uyğun siyasət bu günləri yürüdülməkdədir. Sadəcə olaraq biz onun daha da dinamik olmasını arzu edirik. Məsələn, biz istərdik ki, Bakı şəhərinin iqtisadi yükü nisbətən azaldılsın. Ayrı-ayrı regionlarda bir sıra iqtisadi paytaxtlar yaradılsın. Məsələn, Almaniyanı bu günləri paytaxtsız dövlət adlandırırlar qeyri-rəsmi olaraq. Ona görə ki, Almaniyanın bir neçə iri şəhəri vardır ki, özlərinin potensiallarına görə paytaxt olmaq iddiasındadır. Azərbaycanda da belə bir vəziyyətin yaranmasını biz arzu edirik və bu istiqamətdə layihələrin həyata keçirilməsini istəyirik. Bütövlükdə bir daha qeyd edirəm ki, Azərbaycanın hazırki iqtisadi siyasətini biz unikal hesab edirik və Azərbaycanda bu siyasətin davam etdirilməsi ilə bağlı öz addımlarımızı reallaşdıracağımız strategiyanı platformamızda yerləşdirmişik. Bildiyimiz kimi dünyanın 20 ən qüdrətli dövləti öz toplantılarını keçirirlər və Azərbaycan dünyada mövcud olan 10 dövlətdən biridir ki, bu toplantıda iştirak edir. Yəni ki, dünyanın 20 böyük dövlətinin xarici işlər nazirləri səviyyəsində keçirilən toplantıya Azərbaycan dəvət alır. Yəni, bu çox fəxarət yaradan bir məqamdır. Biz bu məqamların qorunması üçün insanlarımızı diqqətli olmağa çağırırıq. Bugün əllərində olanın dəyərini bilməyə çağırırıq. Davam edəcəm. 1 dəqiqə 19 saniyə vaxtınız qaldı. Sırada isə qeydə alınmış prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Mübariz Qurbanlıdır. Mübariz bəy, sizin cəmi 5 saniyə vaxtınız qaldı. Buyurun. Mən bütün seçiciləri cənab İlham Əliyevə səs verməyə çağırıram. Ayrılan vaxt başa çatdı. 3-cü, 4-cü sırada da olan prezidentliyə namizədləri ayrılmış vaxt başa çatdığından söz prezidentliyə namizəd Hafiz Hacıyevin səlahiyyətli nümayəndəsinə verilir. Buyurun. Əziz seçicilər, bu ilki qəbul imtahanlarının ümumi nəticəsindən belə qənaətə gəlmək olur ki, təhsil səviyyəsi yüksəlmir. Fikrimizcə bu proses bir neçə il
sonra da davam edəcək. Yeni təhsil naziri gəlsə də keçmiş komandanın yaratdığı vəziyyətin düzəlməsi üçün müəyyən müddət keçməlidir. Çünki son illər təhsil sistemindəki vəziyyət daha da pisləşdi. Məktəb mühiti dağıldı, repetitorluq çiçəkləndi və s. Ona görə də fikrimizlə bu proses hələ bir müddət davam edəcək. Orta təhsil müəssisələrində buraxılış imtahanları prosesində negativ hallar baş verdi. Buraxılış imtahanlarında əyintilərə yol verildiyi üçün onu Təhsil Nazirliyindən alıb tələbə qəbulu üzrə Dövlət Komissiyasına həvalə etdilər. Prezidentliyə namizəd Hafiz Hacıyev fikrincə Azərbaycanda təhsilin zəif olmasının səbəbləri var. Dünyada bir neçə təhsil modeli var. Fransa, İngiltərə, İsveç və s. O vaxt Sovet təhsil modeli var idi. Bizim islahat paketində də açıq-aşkar göstərilib ki, toplamış potensialı saxlayıb inkişaf etdirmək yolu ilə yeni forma və məzmun dəyişikliklərə aparıla bilər. Amma biz həmin modeli saxlamadıq, nəinki inkişaf elətdirdik, olanı da qoruyub saxlaya bilmədik. Ona görə də bizdə vahid təhsil modeli yoxdur. Biz biraz İngiliz, biraz İsveç, biraz Fransız modelindən götürüb ortaya bir şey çıxartmaq istəyirik. Yəni bugün Azərbaycanda qarışıq formasında olan bir təhsil sistemi mövcuddur. Buna görə də təhsilimizin vəziyyəti ürəkaçan deyil. Azərbaycan Bologna prosesinə qoşulsa da hələ ki təhsil krediti haqqında qanun qəbul olunmayıb. İslahat proqramında təhsilin normativ hüquqi bazası yaradılmalıdır. Yazılsa da bu istiqamətdə addımlar zəif atılır. Bizim hazırda istifadə edədiyimiz təhsil haqqında qanunun özü çərçivə qanunudur. Yəni onun işlək mexanizmləri yoxdur. Təhsil haqqında qanunun növbəti sessiyalarda müzakirə ehtimalları özünü doğrultmur. Yəni hər şeydən öncə normativ hüquqi baza yaradılmalıdır. Təhsil fərziyyələrlə idarə oluna bilməz. Öncə qanunvericilik formalaşdırılmalı, sonra vahid təhsil modeli seçilməlidir. Təhsil elə bir sahədir ki, möhkəm təməli olmalıdır. Pedagogika, psixologiya elminə əsaslanmalıdır. Məsələ ondadır ki, bizdə hələlik sistemin oturuşmasına imkan verilmir. Saxlayıram. 27 saniyə vaxtınız qalıb. Sırada olan prezidentliyə namizədə ayrılmış efir vaxtı başa çatdığından söz prezidentliyə namizəd Sərdar Məmmədovun səlahiyyətli nümayəndəsinə verilir. Buyurun, sizin cəmi 56 saniyə vaxtınız qalıb. Mənim 56 saniyə vaxtım qalıb. Ona görə də mən çox qısaca sürətlə üstdən getmək şərti ilə deməli bizim platformada istehlak, iş haqqında, ordumuz haqqında, Qarabağımız haqqında çox dəyərli müddəalar var. İnşallah gələcəkdə bu debatda çıxış edən yoldaşlar da bu məsələni qaldıracaqlar. Amma hal-hazırda mən son saniyələrdə bir fikir bildirmək istəyirəm. Əgər doğrudan da prezidentliyə namizəd Sərdar Cəlaloğlunu biz seçəcəyiksə, biz onun apardığı islahatlarla yeniləşəcəyik. Əgər biz yeniləşmək istəyiriksə, deməli, islahatlara biz baş vurmalıyıq. Ona bu baxımdan da sizin hamınızı 9 oktyabr günü Sərdar Cəlaloğluna səs verməyə səsləyirəm və sizə əmin edirəm ki, siz bu səs vermənizdə yanılmayacaqsınız. Sizə ayrılan vaxt başa çatır. Sırada isə prezidentliyə namizəd Araz Əlizadənin vəkilidir. Buyurun. Araz Əlizadə prezident seçkilərinə vətənin dayağı, ana, müəllim, hərbçidir devizi ilə gedir. Nə üçün? Ona görə ki, ananın əsas borcu övladı dünyaya gətirməkdir. Cəmiyyət qarşısında borcu isə onu vətənpərvər vətəndaş kimi tərbiyə etməkdir. Araz Əlizadənin fikrincə, analar balalarını dolandırmaq üçün küçələrdə dilənməməli, küçələri süpürməməli, bazarda durub alver etməməli və yaxud əlində ağır zəmbillərlə həyət gəzib polis təqibinə məruz qalıb yetişdirdiyi kənd təsərrüfatı məhsullarını satmamalıdır. Hər bir ananın azı 2 övladı dünyaya göz açdıqdan magistraturanı bitirənədək dövlət tərəfindən tam təmin edilməlidir. Ən yüksək təminat analarda olmalıdır ki, heç kəs onları alçalda təhqir edə bilməsin. Çünki kimdənsə asılılıq bu cür hallara gətirib çıxardır. Müəllim ananın dünyaya gətirdiyi balalara savad verir, onları peşəyə, elmə maraq yaradır və elə müəllimlərin də əksəriyyəti anadır. Bir çox müəllimlər öz balalarını dolandırmaq üçün repetitorluq edirlər. Namizədimizin fikrincə onlar
ən təminatlı təbəqələr olsalar, bütün savadlarını, bilik və bacarıqlarını dərs saatlarında elə balalarımıza verərlər ki, biz hamımız da savadlı, bacarıqlı, bilikli olaq. Belə olan halda müəllimlər evə gedib öz balalarının tərbiyəsi ilə məşğul olacaq və Azərbaycan üçün vətənpərvər vətəndaş böyüdəcəklər. Hərbçi peşəsi spesifik bir peşədir. Mahiyyəti vətən naminə düşmənləri məhv etməkdən ibarətdir. Bu, 18-20 yaşında gənclərin işi deyil. Bu, 25 yaşından yuxarı kişilərin işidir. Hansı ki, artıq təhsillərini başa vurublar, mülki peşəyə yiyələniblər və hərb sənətini düşünərək özlərinə peşə seçiblər. Hərbçilər də analar və müəllimlər kimi ən yüksək maaş almalı və cəmiyyətin ən təminatlı təbəqəsi olmalıdır. Çünki Qarabağın azadlığı, işğal olmuş torpaqların qaytarılması hələ 1991-ci ildə Araz Əlizadənin parlamentdə təklif etdiyi vətən müharibəsi modelindən asılıdır. Əgər 91-ci ildə Araz Əlizadənin təklif etdiyi vətən müharibəsi modeli qəbul edilsəydi, Qarabağ işğal olunmayacaqdı və Azərbaycanın peşəkar, müzəffər ordusu olacaqdır. Lakin o zamanki parlamentdə nə partokratlar, nə də bugün Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsinin deputatları səs vermədilər. Sonra Azərbaycanda dövlət çevrilişi etdilər. Bir il ərzində həm Qarabağı itirdik, həm də ölkəni viran qoyub qaçdılar. İndi bu qüvvələr dırnaqarası Milli Şura adı ilə Azərbaycanda hərc-mərclik yaratmaq, nəyin bahasına olursa olsun hakimiyyətə gəlmək arzusundadırlar. Demokratik ölkələrdə siyasətə onun üçün gəlirlər ki, xalqın qulluğunda dursunlar. Bizim dırnaqarası Milli Şura üzvləri isə hakimiyyətə ona görə gəlmək istəyirlər ki, Azərbaycanı talayıb viran qoyub kildən sonra qaçsınlar. Həmçinin oliqarxiya bütün ölkələrdə ancaq dövlətin zəifləməsi, xalqın əsarətdə olmasına, milli sərvətlərin talanmasına xidmət edir. Oliqarxlar heç bir zaman vətəni sevmirlər. Onlar üçün əsas var dövlətdir. Bizdə də oliqarxlar var. Bizim də oliqarxlar dövlətin binövrəsini laxladırlar. Lakin bu azmış kimi kənardan da bir sürü oliqarx dişlərini qıcıyıb Azərbaycana tamahla baxır. İndi həmçinin Rusiyada olan bəzi oliqarxlar da dırnaqarası Milli Şuranı maliyyələşdirirlər ki, Azərbaycanda at oynatsınlar və Azərbaycan xalqını qarət etsinlər. Azərbaycanın müstəqil xarici siyasəti qərbi, şimalı və cənubu da qıcıqlandırır və Azərbaycanı dağıtmaq istəyirlər. Bunun üçün dırnaqarası Milli Şuradan istifadə edirlər və önə Mirzə Fətəli Axundovun Aldanmış Kəvakib əsərinin qəhrəmanı Yusif Sərracı, Cəmil Həsənlinin simasında ortaya atıblar. Biz gənclər bu cür insanlara inanmamalıyıq və ən layiqli namizəd Araz Əlizadəyə səs verməliyik. O prezident seçilərsə, ali məktəblərə qəbulu işçi bazarının tələbatına uyğun keçirəcəkdir ki, tələbələr də ali təhsil aldıqdan sonra mütləq işlə təmin olunsunlar. İşlə təmin edilən gənclər bir ildən sonra güzəştli, 2-3 faizli ipoteka ilə tam təmin ediləcəklər ki, özlərinə mənzil ala bilsinlər. Bu, onlara ailə qurmaq üçün şərait yaradacaq. Gənc mütəxəssisi 5 il müddətində işdən azad etmək qadağan olunacaq. Əgər hər hansı bir səbəbdən o işini itirərsə və ipoteka borcunu qaytara bilməzsə, onun mənzili əlindən alınmayacaq və borcu dövlət ödəyəcək. Təhsil sistemi zəncirvari olaraq körpələr evindən magistraturaya qədər peşə təhsili də daxil olmaqla təşkil edilməlidir. Dövlət təhsil müəssisələri ilə yanaşı özəl təhsil müəssisələri də ola bilər. Özəl təhsil müəssisələrinin həmçinin özəl təhsil müəssisələri də bizdə bilindiyi kimi özəl təhsil müəssisələrinə indi hal-hazırda gənclərimiz ordudan yayınmaq üçün üz tuturlar. Dövlət təhsil ocaqlarında ödənişli təhsil olmayacaq və görkəmli alimlər də öz seçimi ilə istedadlı gəncləri öz elm sahəsində ikinci kursdan sonra götürüb özlərinin ixtisasına uyğun olaraq hazırlaya bilərlər ki, onların məktəbi olsun və ən azından davamçıları olsun. Mədəniyyət və incəsənət sahəsində də təhsil sistemi dəyişilməlidir. İncəsənət də çünki elə bir sahədir ki, ora fövqal istedadlı insanlar gərəkir. Bildiyiniz kimi bizdə indi hal-hazırda konveyer kimi hər il 20-25 pianoçu, 100-ə yaxın simli alət ifaçısı və təsəvvürə gəlməz qədər müğənni istehsal olunur və onların halbuki əksəriyyətinin bu sənətdə heç bir istedadı yoxdur. Və bununla biz bir neçə nə qədər bülbülləri, Qara Qarayevləri, Fikrət Əmirovları itiririk. Bu yol verilməzdir. Mən sizi 9 oktyabr 2013-cü ildə Azərbaycan Respublikası prezidenti seçkilərində yaşı 60-ı keçsə də gənc qəlbli və gəncləri ürəkdən sevən Azərbaycan Sosial-Demokrat Partiyası tərəfindən namizədi irəli sürülmüş Araz Əlizadəyə səs verməyə çağırıram. Hər birinizə təşəkkür edirəm. Prezidentliyə namizəd Araz Əlizadəyə də ayrılan efir vaxt başa çatıb. Sırada isə qeyd alınmış prezidentliyə namizəd Qüdrət Həsənquliyevin vəkilidir. Buyurun. Əziz həmvətənlər, mən doğrudan da bu çıxışa hazırlaşanda, yəni bütün çıxışımı ancaq
bu platforma ətrafında qurmaq istəyirdim, amma dünənki debat təəssüf ki, mənim fikirlərimi bir qədər qarışdırdı. Niyə görə? Cəmil Həsənlinin dünən etikadan kənar olan hərəkətləri, müəyyən söhbətlər, faktları onun nəzərinə çatdırmağa vadar elədi. Hələ Rustam İbrahimbəyov Cəmil Həsənlinin namizədliyini verəndə mən öz Facebook statusumda yazmışdım ki, bu adam bilmiş ki, buna Yusuf Sərrac rolu verilir. Bu həmin Cəmil Həsənlidir ki, bütün əsərlərində Əziz Əliyev, Heydər Əliyev, İlham Əliyevi tərənnüm edib. Azərbaycan xarici siyasətinin 18-ci 20-ci illər əsərində İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı dünyanın aparıcı dövlətləri sırasında çıxdığını yazır. Bu adam 2010-cu ildə deputat seçilməyənə qədər hər il məhrum prezident Heydər Əliyevin doğum vəfat günlərində onun məzarını ziyarət edib baş əyif və gül dəstəsi qoyub. İndi nə olub bu hakimiyyət bəyənmir? 2005-ci ildə parlament seçkilərində öz sədri Əli Kərimlinin bir mandata dəyişdi və Əli Kərimli onu partiyadan xaric elədi, qovdu. Bu adam indi İlham Əliyevin 3-cü müddətə seçilməyinə etiraz edir. Amma nəzərinə çatdırmaq istəyirəm ki, 2008-ci ildə ölkədə referendum keçiriləndə bəzi müxalif düşüncəli ziyalılar buna etiraz səsini uzadılında Cəmil Həsənlinin səsi çıxmırdı. Hətta parlament müzakirələrində çıxış etmək öz yerin Aydın Mirzədadiyə verdi. Çıxışımı dayandırırım. 27 saniyə vaxtınız qaldı. Sırada qeyd almış prezidentliyə namizəd Cəmil Həsənlinin vəkilidir. Buyurun. Əziz seçicilər, mən anlamıram ki, niyə prezidentliyə namizədliyini verdiyi üçün Ana Vətən Partiyasından qovulmuş Zahid Orucunun nümayəndəsi demokratiyadan danışır və Yeni Azərbaycan Partiyasını müdafiə edir. Yaxşı olar ki, öz namizədini müdafiə etməklə məşğul olsun. Çünki dünən Cəmil Həsənli Zahid Oruca xatırlatdı ki, o Azərbaycanda keçirilən seçkilərdə, sonuncu seçkilərdə, 2005 seçkilərində hansı yolla parlamentə seçilib və Avropa Məhkəməsi onunla bağlı hansı qərarı çıxardı. Burada Yeni Azərbaycan Partiyasının nümayəndəsi ordudan danışdı. Əlbəttə, bizim hər birimiz, hər bir Azərbaycanlı Azərbaycanda güclü ordu görmək istəyir. Azərbaycan ordusunu, qəhrəman əsgərlərini görmək istəyir. Amma bizim çox böyük təəssüfümüz var və mən əminəm ki, Mübariz Qurbanlı bunun heç bir izahatını da verə bilməz. Ona görə ki, Azərbaycanda baş verən bu cinayətkarlığa, Azərbaycanda baş verən bu yarıtma siyasətə, Azərbaycanda olan heç bir Cəmil Həsənli və digər namizədilərdən bir ikisi istisna olmaqla burada oturanların heç birisi cavabdeh deyil. Yalnız İlham Əliyev və onun ətrafında olan iri məmurlar cavabdehdir. Və mən başa düşmürəm ki, niyə Azərbaycanda hər həftə bir əsgər ölümündən Mübariz Qurbanlı danışmadı. Bu, Azərbaycan üçün çox üzücü haldır və biz Azərbaycanda bu halların təkrarlanmasından artıq vətəndaş olaraq boğaza yığılmışıq. Siz yəqin izləmişsiniz ki, 10 Martda, 12 yanvarda əskər ölümlərinə etiraz edəndə Azərbaycan polisi şəhid ata-analarını necə sürüyürdü. Və burada tez-tez Cəmil Həsənlini aldanmış Şavakibin qəhrəmanı Yusuf Sərraca bənzədirlər. Zəhmət olmasa Araz Alizadəyə də deyin, elə siz özünüz də. Gedin o əsəri təzədən oxuyun. Yusuf Sərrac kifayət qədər müsbət obrazdır. Siz məsləhətdir ki, aldanmış Şavakibi yenidən oxuyasınız. Və Araz Əlizadə də keçsin ikən ölülər romanını, Ölülər əsərini oxusun və özünü Şeyx Nəsrullahla müqayisə etsin. Çünki çox oxşayır. Müraciəti ilə ona çox oxşayır. Və tez-tez İlham Əliyevi Azərbaycan gəncliyinin namizədi kimi təqdim edirlər. Amma mən sizə xatırlatmaq istəyirəm, 2009-cu ildə Dövlət Neft Akademiyasında o terrorda onlarla Azərbaycan gənci öləndən sonra və o gənclərin qanı qurumamış, milyonlarla gülə pul xərclənərək, milyonlarla vəsait xərclənərək İlham Əliyev atasının gül bayramı keçirtdi. Siz çox yaxşı bilirsiniz və bunu Azərbaycanda aktiv proseslərdə olan hər kəs də bilir ki, Azərbaycanda gül bayramına, mənasız bir bayrama, ömrü 24 saat olan gülə 30 milyon, 70 milyon pul xərclənir. Amma Azərbaycan gəncliyinin xaricdə təhsil almasına cəmsi 15 milyon xərclənir. Yaxşı vətəndaş adlandırdıqları, amma fəal vətəndaşı həbsdə saxladıqları zamanda Koroğlunun heykəlinə milyonlar xərcləyirlər. Amma Azərbaycan gəncliyinin təhsil almasına heç bir şərait yaradılmır. Siz yəqin ki, hər birinizin övladlarınız var və bizi dinləyənlər içərisində gənc ailələr var. Azərbaycanda 400-500 min gənc ailə kirayələrdə yaşayır. Amma bunlar 2012-ci ildə ipoteka fonduna 20 milyon manat pul ayırırlar. Cəmsi 450 ailə gənc, 400
50 gənc ailə evlə təmin olunur. Bu nə deməkdir ki? Bu o deməkdir ki, Azərbaycanda olan o bir neçə yüz min gənc ailənin evlə təmin olunması bir neçə yüz il çəkəcək. Azərbaycan hökuməti indiyə qədər çətin məqamlarda, o cümlədən İlham Əliyev çətin məqamlarda, müxalifətin kütləvi aksiyalara qalxdığı vaxtda, ərəb ölkələrinin inqilablar baş verdiyi vaxtda, seçkilər qabağı gənclərlə, özünə yaxın olan, ona hə deyən gənclərlə görüş keçirdir və dərhal bir gənclər proqramı ortaya qoyur. Amma mən sual edirəm, o gənclər proqramından kim faydalandı? O gənclər proqramını Azərbaycan hansı gənc öz həyatında gördü? Siz gördünüzmü? Amma o proqramlara ayrılan pullar Azərbaycan gəncliyinin problemlərinin həllinə xərclənmir, işsizliyin həllinə xərclənmir, Azərbaycan gəncliyinin evsizliyi probleminə xərclənmir, Azərbaycan gəncliyinin xaricə təhsil almasına, tibdən güzəştlərlə istifadəsinə xərclənmir, tələbələrin rahat yataqxanalarda yaşamasına xərclənmir, amma bir qrup məmurun, o cümlədən ölkə başçısının övladlarının yaxşı komfort yaşayışına xərclənir. Vaxtımı saxlayıram. Sizin 56 saniyə vaxtınız qalıb. Hörmətli dinləyicilər, İctimai Radionun canlı efirində qeyd alınmış prezidentliyə namizədlərə təşkilat üçün ödənişsiz əsaslarla ayrılmış dəyərli masada müzakirələr davam etdirir. Artıq əksər prezidentliyə namizədlərə ayrılmış vaxt başa çatıb. Püşkə əsasən sıra üzrə mən sözü Zahid Orucun səlahiyyətli nümayəndəsinə verirəm. Buyurun. Hörmətli seçicilər, mən yapı müdafiə deyil, sadəcə olaraq ağ yalana qarşı çıxdım və suallar verildi, çoxlu suallar verildi, məntiqsiz suallar. İndi mən də suallar vermək istəyirəm. Cəmil Həsənli hakimiyyətdən 2 ildən sonra gedəcəyi ilə bağlı sənəd imzalanmışdır. Bildiyimiz kimi Azərbaycan Respublikasının prezidentinin səlahiyyət müddəti 5 ildir. Bu Azərbaycan Respublikasının konstitusiyası ilə müəyyən olunmuşdur və prezident əmək qabiliyyətini itirdiyi halda səlahiyyət müddəti bitməmişdən qabaq vəzifəsindən gedə bilər və yaxud da ki, etimadsızlıq göstərildiyi halda. Deməli, belə bir məntiqi nəticə çıxarmaq olar ki, Cəmil Həsənli bugün bilir ki, 2 ildən sonra o etimadı itirə bilər. Hakimiyyətə gələrsə, belə bir möcüzə baş verərsə, etimadı itirəcəkdir. Və o etimadı itirəcəyini bilə-bilə niyə prezident seçkilərinə gedir? Və yaxud da ki, Cəmil Həsənli belə çıxır ki, bilir ki, 2 ildən sonra o əmək qabiliyyətini itirəcəkdir. Əgər o əmək qabiliyyətini 2 ildən sonra itirəcəyini bilirsə, bugün niyə prezident seçkilərinə gedir və bugün xalqa niyə vədlər verir? Və bu sualları sonsuzluğa qədər davam etdirə bilərəm. Bu suallar insanlara məntiqli gələcəkdir. Əziz seçicilər, Azərbaycanın yolu inkişaf tərəqqi yoludur. Buna Zahid Oruca ayrılan vaxt başa çatıb. Hafiz Hacıyevin səlahiyyət nümayəndəsi. 27 saniyə vaxtınız qalıb. Buyurun. Əziz seçicilər, hörmətli Bakı şəhər sakinləri, 29 sentyabrda saat 16:00-da sizi prezidentliyə namizəd Hafiz Hacıyevin görüş mitinginə dəvət edirik. Miting keçmiş Qələbə Kinoteatrının arxasında yerləşən stadionda baş verəcək. Bu yerdə həm də Hafiz Hacıyeva ayrılmış vaxt başa çatdı. Prezidentliyə namizəd Qüdrət Həsənquliyevin vəkili. Buyurun, cəmi 27 saniyə vaxtınız qalıb. Əziz seçicilər, mən bir Cəmil Həsənlinin xarakterində müəyyən dəyişikliklər hiss edirəm. Bunu bir həkim kimi deyirəm, yəni ixtisaslı həkim kimi. Bu adamın xarakterində degradasiya deyilən bir şey gedir, mən hiss edirəm. Bunu görünür, öz çıxışlardan sonra qaydanda ətrafındaşlar nə qədər tərifləyirlərsə, bunda psixoteriyada maniya velisiya deyilən bir şey var. Özündə müştəbihlik, özünü böyütmə ideyaları. Belə bir ideyalar əmələ gəlir bunda. Buna görə də xahiş edirəm, düşünün, daşının. Qüdrət Həsənquliyevə də ayrılan vaxt başa çatıb. Prezidentliyə namizəd Cəmil Həsənlinin vəkili. Cəmi 56 saniyə vaxtınız qalıb. Buyurun. Hörmətli seçicilər, siz görürsünüz ki, bütün bu debatlar boyu burada olanların əksəriyyətinin işi gücü ancaq Cəmil Həsənlini aşağılamaq, onu təhqir etməkdir. Bu Azərbaycan kişisinə yaraşmayan xarakterdir ki, ağsaqqal, ziyalı, nəhəng bir ziyalını hər gün Azərbaycan xalqının gözü qarşısında təhqir etsinlər. Və bunun özü göstərir ki, bu adamların mahiyyəti nədən ibarətdir və Cəmil Həsənlinin kim olduğu açıq şəkildə ortaya çıxır. Və mən çox qısa olaraq demək istəyirəm ki, biz sizi sabahki mitingdə görmək istəyirik. Sabahki mitingə gəlin. Və buradan xatırlatmaq istəyirəm ki, bizim mitinglərdə Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları 16-17 yaşlı uşaqları mitingə buraxmır. Amma bugün Qüdrət Həsənquliyevin mitingində 4-cü sinif şagirdləri belə iştirak edib. İlham Əliyevin görüşlərində 1-ci, 2-ci sinif şagirdləri sıraya düzülür. Sabahki mitingə gəlin. Azərbaycan xalqının, Milli Şuranın namizədi Cəmil Həsənlini dəstəkləyin. Cəmil Həsənliyə səs verin. Gecəniz xeyrə qalsın.
Vaxtınız başa çatmışdı. Beləcə bugünkü dəyərmi masamız başa çatır. Ödənişli əsaslarla növbəti dəyərmi masa sabah saat 19-da İctimai Televiziyada həmkarım Füzuli İsmayılovun təqdimatında olacaq. Gələn həftənin birinci günü saat 21-də isə biz sizinlə yenidən görüşəcəyik. Sağ olun, salamat qalın. 9 oktyabr Azərbaycan Respublikası Prezidentinin seçkiləri günüdür. Xalq seçir. Qeydə alınmış prezidentliyə namizədlərin təşviqatı üçün ödənişsiz efir vaxtı.